Və Əli radiyallahu anhudan rəvayət olunur ki, Ramazan ayının sonunda o belə deyərdi. Ya leytə şi'ri mənil məqbulu fənuhənniyəh və mən hədəl məhrumu fənuəzziyəh. Yəni görəsən, qabul olan kimdir ki, biz onu təbrik edək və məhrum olan kimdir, ona başsağlığı verək. Ey qabul olan kimsə, xoş halına sənin və əməlləri rədd olunan kimsə, Allah Teala sənin müsibətini aradan qaldırsın. Min kulli şeyin izə dayya'tehu ivadu. Yəni itirdiyin hər bir şeyin əvəzi vardır. Və mə minəllahin dayya'tehu ivadu. Amma Allahı itirdiyin zaman onun əvəzi yoxdur. Ramazan ayına yetişmək əzəmətli bir nimətdir. Əbu Hüreyra radiyallahu anhudan gələn rəvayətdə Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurur. Rəğimə ənfu rəculin zukirtu indəhu fələm yusalli aleyyə. Yanında anıldığım zaman mənə salavat gətirməyən kimsənin burnu yerlə sürünsün. Və rəğimə ənfu rəculin dəxalə aleyhi Ramadan thumman sələxə qablə ən yuğfər ləh. Və Ramazan ayı girib və çıxdığı zaman, Ramazan ayı bitdiyi zaman bağışlanmayan insanın burnu yerlə sürünsün. Və sonra buyurur ki, وَرَغِمَ أَنْفُ رَجُلَ أَدْرَكَ عِنْدَهُ أَبَوَاهُ الْكِبَرِ فَلَمْ يُدْخِلَاهُ الْجَنَّةِ. Valideynləri düşkünlük çağında onun yanında olub, onu cənnətə daxil etməyiblərsə, onun burnu yerlə sürünsün. Yəni valideynlərinə baxmaqla, ehtiramla cənnəti qazanması asandır və onu etmədiyi üçün Peyğəmbər sallallahu əleyhi və səlləm belə bəddua edir.